Bərdə Olimpiya İdman kompleksində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş 2008-2009, 2010-2011, 2012-2013, 2014-2015 və 2016-2017-ci il təvəllüdlü idmançılar arasında Kyokushin karate idman növü üzrə rayon turniri keçirilib. Mən Rəsulov Pərviz, Qarakəmər 1-ci dan beynəlxalq dərəcəli Kyokushin karate üzrə məşqçi müəllimiyəm. Milli Olimpiya kompleksinin məşqçi müəllimiyəm. Bugünkü tədbirimiz ümummilli lider Heydər Əliyevin 103-cü il dönümü ilə bağlı, anadan olması ilə bağlı bir turnir idi. Yaxşı keçir, idmanlar olunur, hər məşq texnikaları, kataları, ölçümləri keçirilir. Bugünkü yarışımızın keçirilməsi məqsəd ondan ibarət idi ki, uşaqlar yeni yetmələr öz güclərini sınasın və pis vərdişlərdən uzaq olsunlar, gələcəyimizdə isnat olsunlar ki, yəni pis vərdişlərlə məşğul edək, sağlam böyüsünlər. Bunlar bizim gələcəyimizdir. Biz istəyirik ki, hər bir vətəndaşın övladları sağlam doğsa, sağlam böyüsün. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov açaraq iştirakçıları təşkilatçılar adından salamlayıb və ölkəmizdə idmanın inkişafından, idmançılarımızın müxtəlif səviyyəli yarışlarda əldə etdikləri nailiyyətlərdən, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Sonra Bərdə Olimpiya İdman kompleksinin direktoru Rəşad Ocaqverdiyev idmançıları salamlayıb, onlara uğurlar arzulayıb. Yarışın qalibləri Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif edilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə rayon bölməsinin sədri Rəfail Vəliyev. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq Bərdə rayon bölməsinin təcrübəli könülləri ilə bugün burada iştirak edirik. Gənc idmançılara əgər idman zamanı zərər çəkərsə, yaralanan yeri olarsa, onlara yardım göstərməyə hazırıq. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.